Salam qızlar, necəsiz? Bu günlər mən sizə bir yöntəm paylaşacağım. Kimlər bilmirsə, qayd edə bilər bu yöntəmi. Deməli, xanımlar, mən həmişə göylər qalırdı, istifadə etmirdim və yaxud da istifadə etdiyimdən artıq alınırdı. Xarab olurdu xaladenikdə. Nə qədər yuyub dəsmala da sərsək, nəyə də sərsək, yenə də bir müddət istifadə etməyən kimi qaralır, xarab olur və artıq bu yöntəmdən istifadə edirəm. Evdə çoxlu göy var idi. Ayırdım, doğradım, dovğalıq göyü ayırdım, hamısını bir yerdə doğradım, yudum, bir cığaraya yığdım. Sonra göy qovurmalıq olan spanağımı, çüydümü, kişnişimi doğradım, yudum, bir torbaya yığdım və geriyə biraz çüyüd qalmışdı. Onu da yudum, bir torbaya yığdım ki, kükü falan eləyəndə lazım olar. Atıram buzluğa. Buzluqdan isə çıxardanda rahat şəkildə istifadə edirəm. Amma buzluqdan gərək çıxardan kimi istifadə edəsiniz. Bir gün qalsa qapqara qaralır. Mən bilmirəm bu yöntəmi istifadə edib razı qalanlar olubmu aranızda, amma həqiqətən də mən istifadə etmişəm və razı qalmışam bu yöntəmdən. Niyə? Çünki rahat praktik yöntəmdə həm də itkiyə getmir. Çox sadə və gözəl yöntəmdir. Və bu arada qızlar səhifəmi izləyib takib atmağı unutmayın. Çünki belə videolarımız çox olacaq. Nəyi özüm yoxlamışamsa, xeyrini görmüşəmsə, istəyirəm ki, sizlərlə də paylaşam, siz də xeyrini görəsiniz. Və bu arada kimlər evdən pul qazanmaq istəyirsə, maaş qazanmaq istəyirsə, aylıq pul istəyirsə, mütləq mənim əlaqə nömrəmə yazın. Hal-hazırda aksiya keçirdirəm. Evdən oturan xanımlar komandası yığıram və aylıq maaş qazanacaqsınız. Heç bir qeydiyyat gətirmək, belə deyim, zorunluluğu olmadan, çətinliyi çəkmədən, çünki buna sizə mən köməklik edəcəm. Bir bloger komandasında olacaqsınız və rahat şəkildə pul qazanacaqsınız. Qeydiyyatlarda isə mən 100% sizə köməklik göstərəcəm. Mütləq dediyim kimi nömrəmə müraciət edin.